девочка, это самое главное, это красота мама. Bugün günə pilateslə başladım, sonra konsultasiyalarımı keçdim, sonra gəldim uşaqlarımla bərabər yemək yedik, səhər gözəl zavtraq elədik, getdik gəzməyə, gəzdik, alışveriş elədik, kofe içdik, əyləndik, sonra isə gəldik evə. Onlar evləri yığışdırdı, mən isə keçdim mətbəxə və aldıqlarımı yer-bir elədim. Bu arada qazımı da sildim. Çox sağ olun, mənə gözəl dərmanlar demişdiniz. Yalnız birini tapdım, o da çox gözəl təmizlədim. Və aldıqlarımı yer-bir etdikdən sonra xəmir yoğurdum. İçinə isə toyuq döşüylə elədim və salat hazırladım, krab salatı. Çox dadlıydı. Bu arada istəsəz sizinlə də bölüşərəm reseptini. Və keçdim, balığı qoydum sobaya. Təmiz sobada adam istəyir ki, hər dəqiqə bir şey pişirsin. Balığı da sobaya qoydum, yanına tərəvəzlər, üzərinə limon, kərə yağı da qoydum və qoydum pişməyə. Sonra keçdim pirajkiləri də düzəltdim. Qızım sağ olsun tez gəldi mənə kömək elədi, dadıma çatdı bir sözlə. Yəni bu gördüyünüz işləri cəmi 2 saata görmüşəm. Bəzən mənə deyirlər ki, biz heç nəyə zaman çatdıra bilmirik. Çünki siz enerjinizi düzgün yerə sərf etmirsiniz. Əgər enerjinizi düzgün yerə sərf etsəz, özünüzə zaman ayırsaz, özünüzə qayğı versəz, inanın ki, gördüyünüz hər şeydən zövq alacaqsınız. Oynaya-oynaya edəcəksiniz bütün işləri. Nəinki deyinmək, hirslənmək. Hirs bilirsiniz nə zaman gəlir insan? O zaman ki, özünə yetişmir, özünə çatmır, başqaları üçün nəsə etmək məcburiyyətindədir. Ona görə özünüzü heç nəyə məcbur etməyin, sevə-sevə edin.